Həmçinin sənin ehtiyacın var ki, Allah Teala sənə ibadəti asanlaşdırsın. Və neçə-neçə insanlara ibadət asanlaşdırılıb, amma müvəffəq olmayıblar onu yerinə yetirməyə. Və neçə-neçə insanlar namaza çağırışı, yəni əzanı eşidir, Allahu Ekber, Allahu Ekber, əşhədu ən la ilahe illallah, əşhədu ənə Muhammed Rasulullah və həmçinin müəzzinin həyyə aləs-salah, namaza gəlin, həyyə aləl-fəlah, xoşbəxtliyə gəlin sözlərini eşidir. Elə bil ki, bu çağırış ona aid deyildir. Sübh vaxtıdırsa yataqdadır, gündüz isə öz işində, ticarətindədir. Və buna görə bilməliyik ki, müvəffəq olmağa ehtiyacımız var. Və bunun üçün də şəri səbəblərdən tutmalıyıq. Və neçə-neçə insanlar vardır ki, öz valideynlərini, atasını, anasını gözünün qarşısında görür və onlara baxmaqla, onları görməklə və onların səsini eşitməklə ləzzət alır. Amma itaətə müvəffəq olmur və onlara asi olur valideynlərinə. Və onlara övladlara valideynləri tərəfindən dualar gəlir, bəddualar. Kimisi vardır ki, valideynləri göz yaşı axıdaraq evladı üçün yaxşı dualar edir, xeyirli dualar. Amma neçə-neçə evladlar vardır ki, valideynləri göz yaşı axıdaraq onlara bəddua edir. Deməli, müvəffəqiyyət Allahdandır. Və buna görə də insan Allahın razılıq qazanma səbəblərindən tutmalı. Deməli, müvəffəqiyyət Allahdandır. Deməli, bu ibadətdir, itaətdir. Hər bir itaət və ibadətdə, salih əməldə insanın buna ehtiyacı var. İnsan həbs olunmaqdan həzər etməli. Yəni, elə bir ki, günahlarına görə məhrum olmasından. Yəni, həzər et ki, günahlar səbəbi ilə itaətdən məhbus olasan, yəni məhrum olasan və Allaha yönəlməkdən məhrum ola bilərsən.